Bismillahirrahmanirrahim. Bugün 19 iyun 2025-ci il Siyonist rejiminin İran İslam Respublikasına hücumunun 7-ci günüdür. Artıq bir həftədir ki, Siyonist rejim İran İslam Respublikasına hücum etmişdi və çox şükürlər olsun ki, İran İslam Respublikası da layiqli cavablar verərək Siyonist rejimini yerində otuzdurub və biz görürük ki, yavaş-yavaş İsrail etdiyi əməldən peşman olub. Necə ki, ali dini lider, əzəmətli rəhbər açıqlama vermişdi ki, bunlar Siyonist rejim etdiyi əməldən peşman olacaq. Məlumatlarda yayılıb ki, bəs bugün ötən gecə İran İslam Respublikası İsraildə müxtəlif xəstəxanələri bombalayıb. İndi İsrail bu məsələni dünya ictimaiyyətinin diqqətinə çatdırır, hayküy salır ki, bəs İran mənim xəstəxanalarımı vurur, mülki obyektləri vurur, sivil insanları öldürür və s. Əlbəttə ki, bəzi elə ərəb mediasına istinadən mən bunu deyirəm ki, xüsusən Misirli ekspert səsləndirmişdi ki, İsrail öz itkilərini gizlədir. Əziz izləyicilər, mən bu mövqedə, bu yerdə diqqəti yönəltmək istəyirəm ki, İsrailin Qəzzada törətdiklərinə. Bilirsiniz ki, İsrail uzun illərdir və xüsusən 7 oktyabr 2023-cü il tarixdən başlayaraq Qəzzada məktəbləri, uşaq bağçalarını, xəstəxanaları darmadağın edir. Bir dənə məktəb, bir dənə xəstəxana Qəzzada qalmayıb. Və bir neçə gün bundan əvvəl də Qəzzalılar humanitar yardım almağa gedərkən, yəni yemək almağa gedərkən hücum etdilər. Əliyalın insanlara orada çox saylı Qəzzalıları dünyası dəyişdi, öldürdülər. Amma bugün gördük ki, İsrail dünya ictimaiyyətinə səslənir ki, İran mənim xəstəxanalarımı vurur və s. Hər kəs öz etdiyinin cəzasını mütləq çəkəcək, belə bir ata deyimi də var. Mən hesab edirəm ki, İsrail bu canfəşanlıqla, bu hayhuyla bir neçə məsələni deməli diqqətdə saxlamaq istəyir. Birincisi budur ki, İsrail İranın amansız olduğunu və dünya ictimaiyyətində İranın heç bir sərhəd tanımadığını, hətta xəstəxanalara, sivil insanlara hücum etdiyini, onları qətlə yetirdiyini görüntüsünü yaratmaq istəyir. Bu da İsrailin çoxdankı hiyləgərliklərindən biridir. İkinci əsas məsələ Amerika Birləşmiş Ştatlarını açıq müharibəyə sürükləməkdir. Çünki deməli Amerika Birləşmiş Ştatları hələ də İran deməli İsrail müharibəsində tərəf kimi yəni ortaya atılmayıb. Biz bilirik və məsələ də elə həqiqətdə bundan ibarətdir ki, İsrail Amerikadan, İngiltərədən və bəzi Avropa ölkələrindən onay almasa, xüsusən də Amerikadan və İngiltərədən onay almasaydı, heç vaxt bu savaşa girə bilməzdi və heç bir halda İsrail İranla tək başına baş edə biləcək səviyyədə, gücdə deyil. Bu, reallığın əsas görünən tərəfidir. Amma buna baxmayaraq, Amerika Birləşmiş Ştatları İsrailə İranla savaşa icazə versə də, yəni daha doğrusu İranla savaşa İsrailin əli ilə başlasa da, özü açıq şəkildə hələ ki, deməli bu savaşa girmir və biz bu günlərdə də gördük ki, Donald Trump açıqlama verdi ki, biz deməli İranla savaşa girə bilərik. Yəni bu ehtimal saxlanılır. İranla savaşa girmə ehtimalı saxlanılır. Bu bir mənalı olaraq girəcək və yaxud da girməyəcək demək deyil. İsrail isə bu cür haykü ilə güya İran bunların xəstəxanalarını vurur və bunların sivil insanlarını öldürür haykü ilə əslində həm də istəyir ki, Amerikanı açıq savaşa sürükləsin. Təbii ki, Amerika əgər açıq savaşa girərsə, bu artıq 3-cü Dünya müharibəsinin başlanğıcıdır. Buradan digər ölkələr də qarşı tərəfdən savaşa girə bilərlər və bu artıq böyük rəhbərin, əzəmətli rəhbərin dünənki çıxışında deyildiyi kimi Amerikanın qarşısını ala bilmədiyi, deməli, bərtərəf edə bilmədiyi ziyanlarla üzləşəcək bir
savaş olacaq. Ona görə də Amerika əslində İranla açıq savaşa girməkdən çəkinir. Biraz tərəddüd edir. Yeri gəlmişkən, mən bir məsələni də sizin diqqətinizə çatdırım ki, deməli, bugün Şiə camiyyəsinin, İslam dünyasının böyük mərci müctəhidlərindən biri Seyyid Əli Sistani Həzrətləri ki, İraqda, Nəcəf şəhərində oturur, mərkəzi qərargahı oradır və onun dəftərxanasından bu məsələ ilə bağlı, İran-İsrail məsələsi ilə bağlı bir açıqlama səsləndirilir və bu məsələdə İsrailin deməli, hücumu kəskin pislənərək İran müdafiə olunub. Bu əslində bir işartıdır. Əgər Amerika Birləşmiş Ştatları bu savaşa açıq girərsə, o zaman Sistani ağanın, Seyyid Əli Sistani ağanın deməli, bu savaşla bağlı hər hansı bir fətva və hökm verəcəyi də gözlənilir. Ola bilsin ki, Amerikanın və İsrailin əleyhinə ümumi cihad, müdafiə cihadı təbii ki, hökmü verilə bilər. Yəni, bu artıq bu ehtimal da gündəmə gəlir. Amerikanın da, Amerika Birləşmiş Ştatlarının da ən çox qorxduğu məhz bu müdafiə cihadı ilə bağlı veriləcək fətvalardır. Ona görə də açıq döyüşə girmək istəmir. Bu, hər hansı bir siyasi manevrə deyil, sadəcə qorxusundan bu addımı ata bilmir. Və bu günlərdə biz yenə də Livanlı gənclərin deməli, bəyanatını da gördük. Bilirsiniz ki, bir neçə gün bundan əvvəl İran İslam Respublikasının deməli, ali dini lideri haqqında Trumpın və yaxud da İsrail tərəfindən müəyyən məlum bəyanatlar səsləndirilirdi. Livanlı gənclər isə bu bəyanatla bağlı konkret olaraq öz mövqelərini bildiriblər və qeyd ediblər ki, əgər İran İslam Cumhuriyyətinin, Respublikasının ali dini liderinə hər hansı bir ziyan toxunarsa, biz Livanda və qonşu ölkələrdə Amerika Birləşmiş Ştatlarının səfirliklərinin bütün əməkdaşlarını öldürəcəyik. Belə bir təhdid dolu bəyanatla səslənilib, eyni zamanda Sistani ağanın mövqeyi və bunlar əslində İran İslam Respublikasının İran-İsrail, hələ ki İsrail müharibəsində əlini xeyli gücləndirən əsas amillərdən biridir. Hər halda biz Allahdan istəyirik, Allahdan təmənna edirik ki, inşallah İslam ordusu olan İran ordusunu tezliklə küfr ordusunun üzərində inşallah qalib eləsin və bu bütün azadlıqsevər insanların ən böyük arzusu bundan ibarətdir ki, əlbəttə ki, işğalçı və uşaq qatilliyi olan rejim tezliklə məhv olsun. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.